Salam, hər vaxtınız xeyir olsun, hörmətli izləyicilərim. Kanalıma xoş gəlmisiniz. Bu günləri mən sizin üçün badamlı pirojna hazırlayıram. İlk olaraq pirojnamızın xəmirini hazırlayırıq. Deməli 15 mg bitki yağının üzərinə 30 ml süd əlavə edib qarışdırırıq. 2 yumurtanın üzərinə 35 qram un əlavə edib qıraqda qarışdırırıq. Unun üzərinə südlü qarışığı da əlavə edib qarışdırırıq. İki yumurta ağının üzərinə 25 qram şəkər tozu və 1 çimdik duz əlavə edib bezə halına salırıq. Sonra iki kütləni bir-birinə qarışdırıb biskvitimizin xəmirini tam hazırlayırıq. Önceden qızdırılmış 150 dərəcə sobada 25 dəqiqəyə bişməyə qoyuruq. Kremi üçün bizə 60 qram kərə yağını, üstünə 25 qram pudra şəkər əlavə edib yaxşıca çalırıq. Kərə yağı tam ağarandan sonra üstünə 200 qram qaymaq əlavə edib tam çalırıq. Pirojnalarımızın biskviti hazır olduqdan sonra aralarına krem vurub, üzərini kremləyib, badam dilimləri ilə bəzəyirik. Sonda pirojnalarımızın üzərinə pudra şəkəri ələyirik. Badam dilimli pirojnalarımız hazırdır. Nuş olsun.